Salam dəyərli kanal izləyicilərimiz. 9 mart 2026-cı il buraxılış suallarına baxırıq. Birinci sual belədir. İfadənin qiymətini hesablayın. Təbii ki, burada biz yazacağıq 828,72 vurulsun 828 üstəgəl 72 bölünsün 378. Buradan biz deməli 828-dən 72 çıxanda 756 alınır. 756 ilə 378 ixtisar gedir 2 qalır. Bu bizə verir 900-ü 902-yə vuranda olacaq nə qədər? 1800. Düzgün cavab olacaq C variantı. İkinci suala baxaq. Ədədi silsilədə silsilə fərqini tapın deyir. Silsilə fərqini düsturuna əsasən D bərabərdir. AM çıx AN 28 çıx 58 bölünsün 28 çıx 13. Bu da bizə verəcək -30 bölünsün 15 -2. Düzgün cavab olacaq B variantı. Üçüncü sual isə belədir. Kosinus alfa üstəgəl kosinus beta. Bu 2 kosinus alfa üstəgəl beta bölü 2 vur. Kosinus alfa çıx beta bölü 2-yə bərabərdir. Düzgün cavab olacaq D variantı. 64-cü sualda deməli MN paraleldə AC-yə. AC deməli 20-dir. BN 8-dir. NC isə 17-dir. Bu təbii ki, üçbucağın oxşarlığıdır. Bura x desək, x-in 20-yə nisbəti bərabərdir 8-in 25-ə nisbətinə. Buradan 25 x bərabərdir nəyə? 25 x bərabərdir 160-a, x də bərabərdir 6,4-ə. Düzgün cavab olacaq A variantı. 65-ci sual belədir. Prizmanın həcmi 120, hündürlüyü 8-dir. Biz bilirik ki, prizmanın həcmi oturacağı ilə hündürlük hasilinə bərabərdir. Oturacağın sahəsi ilə hündürlük hasilinə bərabərdir. Onu da 128-ə böləcəyik, olacaq 15. 66-cı sualda eyni 40 uzunluğu kolon düzbucağının perimetrini tapın deyir. Təbii ki, 40 üstəgəl K vur 2 olacaq. 17-23 şərtini ödəyən n natural ədədlərinin sayını tapın deyir. 23-dən çıxarıq 17-ni, 6 dənə natural ədəd ödəyir bunu. 68-ci sualda sinifdə 24 şagird var. 2 növbətçi neçə müxtəlif üsulla seçmək olar? Kombinezon 24-dən 2 üsulla. O da olacaq 24 vur 23 bölünsün 1 vur 2, yəni 12 vur 23. O da eləyəcək 12-ni 23-ə vuranda neçə eləyəcək gənclər? 276 eləyəcəkdir. 69-cu sual 40% ifadəsinin qiymətinə bərabər olan ədədi tapın deyir. İlk öncə bu ifadənin qiymətini taparıq. Deməli, 10-da 45 vurulsun 3-də 5 üstəgəlinsin 2,5. Buradan bu ifadə 2, bura 15 eləyir. 7-10-da 5 ilə də 2-10-da 5-i toplayanda olacaq nə? 10. Düzgün cavab olacaq. Hələ var bizim məsələnin həlinə. 40% 10-dursa gənclər, təbii ki, ədəd neçə olacaq? 25 olacaq. Necə tapırıq? 40% 10-dursa 100% x-dir. Buradan 40x bərabərdir 1000-ə, x də bərabərdir 25-ə. 70-ci sualda şəkildə verilənlərə görə alfa bucağını tapın deyir. Təbii ki, hər ikisi eyni qövsə söykənib deyə bir-birinə bərabərdir. Düzgün cavab olacaq 40 dəlidir. 71-ci sualda sinus 60 çıxılsın kosinus 30-dur. Bu bizə verəcək 0, çünki sinus 60 da kök 3 bölü 2-dir. Kosinus 30 da kök 3 bölü 2-yə bərabərdir. 72-ci sualda 2 üstü 2 eləyir, çünki qüvvətin qüvvəti qüvvətlər arasında bərabərdir. Bu da 4 eləyir. 73-cü sualda x böyük bərabərdir -4 yazırıq. Ən kiçik tam həlli neçə olacaq? Elə -4 olacaq. Gəldi 74-cü suala, konusun doğranı. Bir dənə konus şəkli çəkirik. Konusun doğranı 10 kök 3-dür və oturacaq müstəvisil 30 dərəcəli bucaq müəyyəndir. Yəni bu hissə 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Bura olacaq 5 kök 3. Konusun oturacağın radiusunu bir tap. 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin kök 3 mislidir. Yəni 5 kök 3-ün kök 3 misli olacaq 15. 75-ci sualda isə deməli bərabərsizlik verilibdir. Bu bərabərsizliyi necə həll eləyərik? Deməli 2 üstü x üstəgəl 3 yazıram. 2 üstü x vur 8 çıxılsın. 6 vur 2 üstü x kiçikdir. 3 üstü x vur 3 çıx 3 üstü x. Buradan 2 üstü x-i mötərizə xaricdən çıxarsam qalır 8 çıx 6. Kiçikdir 3 üstü x vurulsun 3 çıx 1-dən. Və buradan 2-lər ixtisar gedir. 2 üstü x kiçikdir 3 üstü x-dən və x burada təbii ki 0-dan böyük qiymət alır. Ən kiçik tam həlli nədir? 1-dir. 76-cı sual ehtimal sualıdır. AB 2
2 rəqəmli ədədlər üçün kök AB natural ədəddir. Deməli, 2 rəqəmli ədədlərdən hansılar kökdən çıxırlar? Baxaq, kök 16-dır, kök 25-dir, kök 36-dır, kök 49-dur, kök 64-dür, kök 81-dir. Aha, artıq 2 rəqəmlər bitdi. Deməli, gənclər, bu ədədlərin arasında neçə dənə ədəd var? 1, 2, 3, 4, 5, 6. 6 dənə ədəd var. Çünki burada deyir ki, belə AB ədədləri arasında, AB 2 rəqəmli natural ədədləri üçün kök altda AB natural ədəd olarsa, yəni ancaq kökdən natural ədəd verən 2 rəqəmli ədədlər üçün 6 dənədir. Bir ədədin tək ədəd olması. Tək ədəd olması da 5, 7, 9. 6-dan 3-dür, yəni 0,5-dir. 77-ci sual loqaritma sualıdır. Bu loqaritma sualı necə yazıram? Loqaritma 2-də 1 loqaritma 9 əsasdan 8 vurulsun loqaritma 32 əsasdan 9 yazıram. Niyə bölünsün elə bil tərsinə çevirib məxrəcdə idi, surətə qaldırdım. Arqumentlərin əsasının yerini dəyişdim. Buradan 9-lar neynədi? İxtisar getdi, qaldı. 2-də 1 loqaritma 32 əsasdan 8. Bizdə də deməli 32 üstü 5-dir. Yazıram 2-də 1 loqaritma 2 üstü 5 əsasdan 2 üstü 3. O da eləyəcək 3 böl 10 loqaritma 2 əsasından 2. Yəni 0,3 eləyəcək cavabımız. Burada cavab oldu 0,3. Gəldi 78-ci suala. X -0,4 olanda deməli 0,4-ün kvadratı %16 eləyir. -0,4-ün kvadratı %16 deməli. Bu olacaq 1,6 vuranda ona. Çıxılsın deməli 2 üstəgəl 3. Bu da bizə verir 2,6-nı. 79-cu suala baxaq gənclər. Aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. Deməli, A və B məntəqələrindən qarşı-qarşıya hərəkətə başlayıblar. Deməli, A olsun velosipedçi, buradan velosipedçi başlasın, B-dən isə piyada başlasın. Deməli, deyir ki, velosipedçinin sürəti piyadanın sürətindən 8 km/s çoxdur. Bunun sürəti olsun V plus 8, bunun sürəti olsun V. Velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsinə. Buradan bura 24 km velosipedçi gedib. Deməli, buradan bura 10 km qalır. Çünki ümumi məsafə 34-dür. Deməli, piyada 10 km gəlib və bunların zaman fərqi 0,5 saatdır. Yəni, belə deyək, velosipedçi daha tez çatıb. Yarım saat daha tez çatıbdır. Onda mən bunu necə yazaram? Yazaram ki, 24 bölünsün V üstəgəl 8 və V bölünsün 10. Bunların fərqi 2-də 1 verməlidir. Və bu tənliyi üzr istəyirəm 10 böl V. Niyə 10 böl V? Çünki, baxın, 10 böl V, yəni 10 km yolda V sürətli hərəkət edən piyada nə qədər vaxt yolda olub? 10 böl V saat yolda olub. 24 km yol gedən velosipedçi V üstəgəl 8 km/s sürətlə nə qədər yolda olub? 24 böl V plus 8 və bunların zaman fərqi yarım saatdır, yəni 2-də 1-dir. Və bu tənliyi həll etsək, biz buradan V-ni taparıq. Bizə nə edir? Deyir, piyadanın sürətini tapın, yəni elə V-ni tapın. Bunu tənlik kimi, kvadrat tənlik kimi həll edə bilərik və yaxud da seçmə üsulundan tapa bilərik. Buradan seçmə ilə mən tapdım ki, V 4-dür. Təbii ki, bunu həll etsək də biz V-nin 4 olduğunu taparıq. Çünki 10 böl 4 2,5 çıxılsın 24 böl 12 2. 2,5 çıx 2 0,5 edir. 80-ci suala baxaq. 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədəd ortası 21, kişilərin yaşlarının ədəd ortası 29-dur. Qrupdakı bütün işçilərin yaşlarının ədəd ortası 26 olarsa, qrupda neçə nəfər kişi var? Qadınların sayına x, kişilərin sayına 24 çıx x deyirəm. Deməli, qadınların ədədi ortası, qadınların deməli, yaşları cəmi S qadınlar bölünsün qadınların sayı bərabərdir 21-ə və kişilərin ədəd ortası yaşlarının cəmini tapmaq istəyirəm. Ona görə yaşları cəmi bölünsün onların sayı cəmi 24 x varsa qadınlar x-i kişilər 24 çıx x olacaq bərabərdir 29-a. Buradan deməli S qadınlar, yəni qadınlar yaşları cəmi 21x, kişilərin yaşları cəmi isə nə qədər oldu? 29 vurulsun 24. 29 24-ə vuranda neçə eləyəcək? 29 24 696
çıxılsın 29x eləyir. Və buradan ümumi işçilərin yaşlarının ədəd ortası cəmləyəndə 21x üstə gəlsin 696 çıx 29x bölünsün 24 bərabərdir 26-ya. İndi mən 24-ü vurmalıyam nəyə? 26-ya. Olacaq 624. Mənfi 8x buradan bərabərdir mənfi 72-yə. X də bərabərdir 9-a. Deməli 9 dənə qadın var. Neçədən 2 olacaq? Təbii ki 15 dənə də kişi olduğunu tapırıq. 81-ci suala baxaq gənclər. Sual çətin görünür, amma sualın məqsədini tutandan sonra çox asan bir sualdır. Deməli, gördüyünüz kimi burada parabola verilib və parabolanın daxilində bir düzbucaqlı tutaq çəkilmişdir. C10-u 5 verib bizə və bu B nöqtəsi BO bərabərdir 25AO-ya. Yəni, buradan bura 25x-dirsə, bu nöqtənin koordinatı mənfi x-dir. Uzunluq olaraq buradan bura x-dir, buradan bura nə qədər? 25x-dir. Və mən buradan müəyyən edirəm ki, düzbucaqlı üçbucaqda h kvadratı mn üstünə görə, yəni koordinatlar mənfi x 25x-də, buranın uzunluğu 25x, buranın uzunluğu x-dir. 5-in kvadratı bərabərdir x vurulsun 25x-ə. Buradan 25x kvadratı bərabər 25-ə, x bərabərdir 1-ə. X 1-dirsə, deməli, koordinatlarımız mənfi 1 və 25-dir. Deməli, təpə nöqtəsinin apsisini taparkən biz bilirik ki, x1 plus x2 böl 2-yə bərabərdir. M bərabərdir, mənfi 1 üstə gəl 25 böl 2, yəni 12. Bizdən bunu istəyirdi, təpə nöqtəsinin apsisini. 82-ci suala keçid alaq. Alfa və beta bucaqları uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlardılar. Müxtəlif adlı bucaqlardırsa bunların cəmi 180 dərəcədir gənclər. Daha sonra deyirik ki, qamma və fi isə eyni adlı bucaqlarla bir-birinə bərabərdir deməli. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdırsa, deməli qamma bərabərdir 0.8 alfaya. Və qammanın dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çoxdursa, qamma deməli bərabərdir 1.2 betaya. Və buradan biz bilirik ki, qamma fiyə bərabərdir də, bəli. 0.8 alfa 1.2 betaya bərabər oldu və 8 alfa 12 betaya bərabərdir. 4-ə ixtisar aparanda 2 alfa 3 betaya bərabərdir. Buradan alfaya 3k, betaya 2k deyirik və 5k 180-dir. K 36-dır. K 36-dırsa alfa 108, beta isə 72 dərəcə olacaqdır. 83-cü suala baxırıq. ABC üçbucağında deməli C 90 dərəcədir gənclər. Və AD tən böləndir. Yaxşı. Bu hissə tən böləndirsə, deyir ki, CD 2.4-dür. Deməli, bura 2.4-dür. Biz də bilirik ki, baxın, buradan da bir dənə belə hündürlük çəkirəm, perpendikulyar çəkirəm. Tən bölən, yəni bucağın tən bölənindən bucağın tərəflərinə qədər məsafələr bir-birinə bərabərdir. Deməli, burada 2.4-dür və AB də 8.5-dirsə, bizə deyir ki, ABD üçbucağın sayısını tapın. ABD üçbucağın sayısını tapmaq üçün 8.5-i vurarıq 2.4-ə, bölərik 2-yə. 8.5-i vurub 2.4-ə 2-yə böləndə eləyəcək 10.2. 84-cü suala keçid alırıq. Deməli, A və B nöqtəsinin koordinatları verilib. Nöqtələri birləşdirən parçanın orta nöqtəsi. Orta nöqtəni tapmaq üçün təbii ki, ucu nöqtələri toplayıb yarıya bölməliyik. K kvadrat çıx 4K ilə K kvadratı çıx 4K ilə 12 çıx 4K-nı toplayıb 2-yə böləndə nə baş verəcək? Və deyir ki, orta nöqtəsi apsis oxunun mənfi hissəsində yerləşir. Orta nöqtə apsisin mənfi hissəsində yerləşirsə, deməli bunun y-i apsi mənfi hissəsində yerləşirsə, x-i sıfırdan kiçik olmalıdır. Baxın, x oxunun mənfi hissəsində yerləşməsi üçün nə olmalıdır? X-i sıfırdan kiçik olmalıdır. Yəni, burada y bizə lazım deyil. Yəni, bu ifadə nə olmalıdır? Sıfırdan kiçik olmalıdır. Buradan yazırıq k kvadratı çıx 8k üstə gəl 12 sıfırdan kiçikdir. Bunun kökləri deməli 6 və 2-dir. K çıx 2, K çıx 6 kiçikdir sıfırdan. Aralıq hardan hara olacaq? Aralıq olacaq 2-dən 6-ya.
Çox üzr istəyirəm, burada deyir ki, üzərində olsun. Məsələyə yenidən baxaq. Mən mənfi hissəsindən nəzərdə tutdum. Burada deyir, absissoxunun mənfi hissəsi üzərində olarsa, üzərində olması üçün bunun deməli, ilk öncə y-in olmalıdır, 0 olmalıdır. Y-i 0 olması üçün k kvadratı üstə gəlinsin 32 çıx 12k bölü 2 bərabər 0 olmalıdır. Buradan deməli, bunun kökləri nədir? 8 ilə 4-dür. Deməli, k1 bərabər 8, k2 bərabər 4-dür. Bayaq da mən mənfi hissəni 2 alt aralığında tapmışdım deyə, ancaq k-nın 4 qiyməti buna uyğun gələcəkdir. 85-ci sualda isə deyir, Euler-Venn diaqramında A və B çoxluqlarının elementləri sayı verilmişdir. NA kəsişmə B böyükdür NB çıx A-dan. Yəni 3x üstə gəl 4 böyükdür 19 çıx 2x-dən. Buradan 5x böyükdür 15-dən, x böyükdür 3-dən. Yaxşı, bunu tapdıq. X-in natural qiymətləri üçün NA çıx B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Təbii ki, buradan biz bilirik ki, 19 çıx 2x böyük 0 olmalıdır. Yəni, ən azı bir element ola bilər orada. Deməli, x-in ən kiçik qiyməti nə olacaq orada? Yəni, mənfi qiymət ala bilməz. Əslində, 0 da ola bilərmi? X 3-dən böyükdür onsuz da. 3-dən böyükdürsə, 3-dən böyükdürsə. 3-dən böyük, neçədən kiçik olmalıdır? 19 çıx 2x böyükdür. 0-dan yazırıq. Böyük bərabərdir 0-dan. 2x kiçik bərabər 19-dan. X kiçik bərabərdir 9/5-dən. Deməli, 3 ilə 9/5 aralığında olacaq. Burada da tam qiymətlər nə ola bilər? 4, 5, 6, 7, 8 və 9 qiymətlər ala bilər. Deməli, NA çıx B-nin qiymətini soruşur. Ən kiçik qiymət 4 qoysam olacaq neçə? 2 dəfə 4, 8 plus 5, 13 və ən böyük qiymət 9, 18 üstə gəl 5, 23. Deməli, 13 ilə 23-ün də cəmi olacaq neçə? 36. Deməli, ən kiçik və ən böyük qiymətləri cəmi olacaq 36.